Dostlar salam, hər vaxtınız xeyirli olsun. Yenə mən Azərbaycan Dünya İnformasiya Məkanında İctimai Birliyinin sədri Kamil Abdullayev. Bildiyiniz kimi bugün 15 iyun Milli Qurtuluş günüdür. Yəni 1993-cü il 15 iyunda Azərbaycan Ali Sovetinin sədri Heydər Əliyev seçildi və Heydər Əliyevin seçilməsi ilə əlaqədar olaraq həmin günü biz Milli Qurtuluş günü kimi elan edirik və bayram günü hesab olunur. Amma dostlar, düzünü deyin də, yəqin şərhlərdə yazacaqsınız. 1993, 94, 95, 96, 97-ci illərin 15 iyun Milli Qurtuluş günü ilə indikinin arasında dağlar qədər fərq var. Yerlə göy qədər fərq var. Yəni bu fərq nədən ibarətdir? Həmin illərdə, sadaladığım həmin illərdə vətəndaş 15 iyunu fərəh hissi ilə qeyd eləyirdi və bayram abu havası görünürdü. Hamı demək olar ki, bu bayramı paylaşırdı, bir-birini təbrik edirdi. Ancaq indiki bu İlham Əliyevin hakimiyyəti dövründə çox təəssüflər olsun ki, bu bayram heç gözə görünmür. Heç kim də bu bayramı keçirmək istəmir. Elə bir forma yaradıblar ki, Azərbaycanı elə parçalayıblar ki, elə bir vəziyyətə salıblar ki, bu məmurlar. Xalq artıq İlham Əliyevə inamını tamamilə itirib və bayrama olan inamını tamamilə itiribdir. Elə bir vəziyyətə salıblar. Xalqı tapdalayırlar, xalqı əzirlər, xalqı pis vəziyyətə salırlar. Və onlar qəsdən bunu İlham Əliyevin ətrafı qəsdən eləyir ki, xalqla İlham Əliyev arasında heç zaman belə bir birlik olmasın, ayrı seçkilik olsun. Bilirsiniz də bu dəqiqə xalq deyəndə bir var yüksək təbəqə, bu İlham Əliyevin ətrafı və özü və ətrafı, milyarderlər cərgəsi. Ondan sonra da düşür aşağı, orta yoxdur. Bir də aşağı təbəqə. Aşağı təbəqədə bunlar saymazlar. Əgər saysaydılar, aks safhada o şəhid ailəsinin qoyununu uğratdırmazdılar, aparmazdılar. Bunları kim də uğratdırıb aparır? İlham Əliyevin ətrafındakı köməkçisi Şahmar Mövsümov, Ali Məhkəmənin sədri İnam Kərimov, bunların adamlarıdır. Rayonlarda indi qoyun oğurluğuna keçiblər də, buradakilərin evini yıxıblar. Bundan sonra hansı müstəqillik günündən danışmaq olar, hansı bayramla danışmaq olar, hansı Qurban bayramından danışmaq olar. Bax, belə insanların bayramını qara gətiriblər. Uğurlatdırırlar da, bunlardakı üzə bax. Uğurlatdırırlar. Bundan icra hakimiyyəti də bilir, onun prokuroru da bilir, onun nə bilim özləri də bilir, qohumları da bilir. Bütün hamısı bilir. Adını da gətirib qoyurlar ki, Paşayevləri uğurlayıblar. Paşayevlərdir. Bizlik deyil. Gör Mehriban Əliyevanı nə günə salırlar. Qoyun oğrusuna gətirib çıxardıblar ki, bu Mehriban Əliyev artıq qoyun oğurlayır. Ayıb olsun. Bundan sonra da deyirsiniz ki, müstəqillik günü, qayıdış günü ilə əlaqədar olaraq bayram keçiririk. Siz bir xanımı gör nə günə saldınız. Ölkənin birinci xanımını gör nə günə saldınız. Qoyun oğrusu elədiniz, axırda gətirdiniz. Çox təəssüflər olsun.